Salam değerli izleyiciler, kanalımıza hoş gəlmisiniz. Bugün sizinle yumuşak, zərif, havalı bisküvit hazırlamaq istəyirik. Həm də çox dadlı olur. Siz bundan müxtəlif tortların, pirojnaların hazırlamasında istifadə edə bilərsiniz. Əgər sizin üçün maraqlı oldusa, bir yerdə başlayın. Bizə lazım olan ərzaqlar: 5 ədəd yumurta, şeker tozunu və unu, adi mətbəxdə istifadə etdiyimiz çay, billur olmayan, billura bənzər amma sadə şüşədən olan stəkanla götürürük. 200 qramlıq stəkanla. 200 qramlıq stəkanı başı bir barmaq əski şeker tozu və 200 qramlıq stəkanla dolu. Yəni yerə çırpırsınız stəkanı və ağzına qədər doldurursunuz. Un, 40 qram kərə yağı, 2 dolu olmayan xörək qaşığı nişasta qarğıdal nişastasından istifadə edirəm. Bir bağlama vanil və bir çimdik, bir iri çimdik duz. Birinci unu, vanili, nişastanı bir-birinə qatıb əliyirik. Nişasta, vanil. Unu, nişastanı, vanili bir-birinə qatıb əliyib bir kənara qoyduq. İndi biskviti xəmirini hazırlayacağımız qabın içərisinə yumurtaları sındırırıq. Yumurtaları sındırıb ağını sarısından ayırıb ayrı-ayrı qablara əlavə edirik. Birinci ağını çalıb beze halına gətirəcəyik, sonra bir-bir sarıları üzərinə əlavə edib yenidən çalacağıq. Yumurtanın ağını sarısından ayırdıq. İndi yağı da əridirik. Yağı əritdik. Qoyuruq ki, biraz soyusun. Yumurtanın ağının üzərinə bir çimdik duz əlavə edib bir balaca çalırıq ki, bir qədər köpüklənib ağarsın. Yumurtanın ağını bir balaca çalıb ağardandan sonra götürdüyümüz şeker tozunu hissə əlavə edib çalırıq. Qatı bezi qıvamına gələnə qədər bu qaydada çalırıq. Şeker tozu ilə yumurtanın ağını gördüğünüz kimi bu vəziyyətə gələnə qədər çalırıq. Yəni çırpıcıdan axmır, formasını saxlayır. Yenidən çırpıcını işə salıb yumurtaların sarısını bir-bir əlavə edib çalmağa davam edirik. Bir qədər də belə çalırıq. Yumurta sarılarını da əlavə edib çaldıq. Artıq hazırdır. İndi hazırladığımız un, nişasta, vanil qarışığını xırda-xırda üzərinə əlavə edib bir istiqamətdə qarışdırırıq. Götürdüyümüz unun hamısını xırda-xırda əliyib bir istiqamətdə qarışdırıb peynircikli hala salırıq. Unu
Bunu həll elədik. İndi yağı əlavə edirik. İndi eyni istiqamətdə qarışdırırıq. Yağı da həll elədi. İndi diametri 22 cm olan tort qəlbinin içərisinə tökürük. Tort qəlbinin dip hissəsinə gördüyünüz kimi yağlı bişirmə kağızı çəkmişik. Bu şəkildə qəlbin içərisinə tökürük. Biskvit xəmirinin hamısını diametri 22 cm olan tort qəlbinin içərisinə tökdük və hər tərəfinə bərabər yayırıq. Əvvəldən isidilmiş 180 dərəcəli sobada yarım saata yaxın bişiririk. Artıq biskvitimiz hazırdır. Gördüyünüz kimi çox gözəl qalxıb. Qəlibdən ayırırıq. Hündürlüğünü de size göstermek istiyorum. Gördüğünüz gibi hündür bir bisküvitimiz kaldı. Pambıq bir dəsmalın üzərində soyduruq. Arada o üst bu üst edin ki altı tərləyib parçaya yapışmasın. Çox zərif, havalı, dadlı biskvitdir. Dediyim kimi bundan müxtəlif tortlar, pirojnalar hazırlaya bilərsiniz. Hazırlasanız çox bəyənəcəksiniz. Əgər bizim hazırladığımız biskviti bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın. Nuş olsun.